Yay gəlirsə hamımızın gündəmini zəbt edən əsas məsələ hansı günəş kremini istifadə edim olacaqdır. Bilinenin əksinə nəinki yayda, günəşli havalarda çölə çıxdığımız hər bir vaxt əslində günəşin ultrabənövşəyi şüalarından qorunmaq üçün SPF kremlərə müraciət etməliyik. Bəs seçim edərkən nələrə diqqət etməliyik? Gəlin ətraflı baxaq. İlkin məqamda günəşin UVA və UVB şüalarına qarşı qoruya biləcək günəş kremlərini seçməyiniz məsləhətdir. Çünki bir çox SPF kremləri yalnız UVA şüalarına qarşı qorumaya sahibdirlər. Dərimizin daimi UVB şüalarına məruz qalması zamanla üzümüzdə qırışların və ləkələrin yaranmasına gətirib çıxaracaqdır. Əgər dəriniz həssasdırsa, mümkün qədər 50+ SPF kremlərinə müraciət etməlisiniz. Günəş kremi alarkən daha çox bitki tərkibli günəş kremləri seçməyiniz məsləhətdir. Belə olduğu halda siz də Ivroşenin bitki tərkibli SPF kremlərini rahatlıqla istifadə edə bilərsiniz. Bu məhsulun ən böyük özəlliklərindən biri də teksturasının yağlı və yapışqan olmamasıdır ki, dərinizə vurduğunuz zaman rahatlıqla hopur. Eyni zamanda günəşin UVB ilə birlikdə UVA şüalarından da bizi qoruyur. Bu da dərimizdə yarana biləcək ləkə və qırışların qarşısını alır. Onu da qeyd etmək istəyirik ki, Ivroşenin SPF kremləri dermatoloqlar tərəfindən test olunduğu üçün bütün dəri tiplərinə uyğundur. SPF kremlərimiz haqqında danışacaqlarımız bu qədər. Günəş kremlərimiz haqqında daha ətraflı məlumat əldə etmək üçün Ivroşe saytına daxil ola və ya birbaşa bizimlə əlaqə saxlaya bilərsiniz.